Günaydın vətənim, millətim, xalqım, dövlətim. Allah hamınıza can sağlığı, uzun ömür versin. Bugün sizə çox maraqlı bir kitab haqqında danışacağım. Kitab bəlkə də dünyada yeganə bir kitabdır ki, insanların sağlamlığı, yaşayış tərzi, yəni həyatı necə sağlam yaşamaq olar, bitkilər, məhsullar barədə, qidalar barədə, yaşayış barədə, yəni ömür yolunu necə keçmək lazımdır sağlam yaşamaq üçün, uzun ömür olmaq üçün. Çox şaxəli, çox sahəli, lazımsız qidalar hansılardır, yararsız məhsullar hansılardır. Məhsulun yararsız ola bilməz, tərkibindəki kimyəvi qatqı olan indi süni qidalar var, məhsullar var. Bunlardan kənar olmaq lazımdır. Burada hər şey insana xidmətdədir bu kitabda. Yeni yazılmış bir kitabdır. Deməli, ilk dəfə Kim üzr istəməli kitabını yazdılar Milli Onkologiya Mərkəzindən Cəmil Əliyev, Elçin Mansurov Bilaloğlu. Çox mükəmməl Kim üzr istəməli kitabını yazdılar, tərtib etdilər, dövlətə təhvil verdilər, millətə xidmətlə məşğul oldular. İndi də yeni kitab tərtib ediblər, çap elətdiriblər. Mən gedim əvvəlcə gətirim Kim üzr istəməli kitabını sizə göstərim. Deməli, Elçin Mansurov Bilaloğlu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin həkimidir. Tibb üzrə fəlsəfə doktoru, əməkdar həkimdir. Yəni ki, həm həkimdir, alimdir, araşdırmacıdır, həm də ki, yazıcıdır. Bu insan çox böyük zəka ilə yazdığı kitablar dünyanın hər yerində İnşallah yayımlanacaq. Hal-hazırda bütün Azərbaycana, xalqa, dövlətə təhvil verilmişdir. İndi də mən arzu edirəm ki, indən belə də daha yaxşı, daha gözəl, bu kitablar gözəldir. Daha da başqa yazıçıların yaza bilmədiyi kitabları yazsın Elçin Həkim Mansurov. İnşallah Cəmil Əliyev də bizim gözəl onkologiya mərkəzinin rəhbəri də dəstək olur. Allah hamısına can sağlığı versin. Amin inşallah. Kitabı gətirim, əvvəlcə üzr istəməli kitabını sizə göstərim. Sonra da bu kitablar haqqında danışım. Bu kitablar 4 cildədir. Hərəsi də xüsusi olaraq korobkalara yerləşdirilib. 2-2. Birinci, ikinci kitab cilddir. Bu da ikinci cilddir. Yəni 3-cü, 4-cü cilddir. Kitaba bir baxın siz. Kim üzr istəməli? Burada Azərbaycanın böyük tarixindən, əvvəlindən, əzəlindən yazılıbdır. Hər sahədə çox şaxəli, yaranma tarixindən bugünə kimi yazılmış bir kitabdır. Bütün şəhidlərimizdən, qazilərimizdən, dövlətimizdən, millətimizdən, yəni indiyə qədər olmuş hadisələrdən, dədə-babamızın başına gələn fəlakətlərdən, terrordan, soyqırımından yazılmışdır. Bu da baxın, öz əli ilə həkim mənə hədiyyə etmişdir və bu kitabları da hədiyyə etdi mənə. Təşəkkür edirəm Cəmil həkimə də, Elçin həkimə də öz təşəkkürümü bildirirəm. Kitab çox ağırdır, götürmək olmur, inanın ki. Çünki bu ağırlığın içində bütün Azərbaycan yatır. Tariximiz yatır. Soyqırımımız, əcdadımız, başına gələn fəlakətlər yatır. İnkişafımız da var burada. Qələbəmiz də var burada, uğurumuz da var burada. Yəni bu kitabı oxumaq lazımdır. Oxucular əldə eləsinlər. Qələbəmiz var sonda. Dəmir yumruqlu prezidentimizlə, Ali Baş Komandanımızla bir yerdə oğullarımız, şəhid oğullarımız, qazi oğullarımız Qarabağımızda aldılar. Allah bütün şəhidlərimizə məkan cənnət eləsin, qazilərimizin canını sağ eləsin. Ölkə başçımızla, dəmir yumruqlu prezidentimizlə bir yerdə, xalqımızla, millətimizlə bir yerdə. Hər kəsə də sağlamlıq arzulayıram. Amin inşallah. Bu kitabdaki dediyim kimi birinci, ikinci cilddir. Belə bir korobkada yerləşdirilib. Korobka Rusçada üzürlü sayın. Qutuda deyim. Xüsusi qutuda yerləşdirilib. 2-2. Bu da ki
O kadar da ağırdı ki, inanın ki, qaldırmaq mümkün deyil. Görün nə qədər zəhmət, əmək sərf eləyiblər bu kitaba. Bu böyüklükdə kitabı yazmaq hünərdir. Hər insanın hünəri deyil, hər yazıçının hünəri deyil. Bu beyin istehsalıdır. Burada 4 cilt, yəni bu kitablar. Təbii ki, üstündə göründüyü kimi bütün qidalar haqqında var. Kitabın üstündə də yazılanları beləcənə baxın, görə bilərsiniz. İçindəkilər tam şəkildə, aydın şəkildə bilinir. Oxuyanda adını, kitabın adını. Bir 100 danışandan eşidincə bir görmək lazımdır. Kitablar fərqli-fərqlidir, içindəki yazılar tamamilə 4 cilddə fərqli-fərqli yazılar var. İnsan həyat üçün önəmli olan dünya alimlərinin araşdırmaları da var burada, məsləhətləri də var burada. Təbii ki, Azərbaycanımızda daha mükəmməl həkimlər var, araşdırmaçılar var. Hər birinə can sağlığı, uzun ömür arzulayıram. Şəxsi olaraq öz adımdan bir əlimlə çəkdiyim üçün bir əlimlə göstərmək çətin olur mənim üçün. Bu davranışım kobudluq deyil, sadəcə beləcə göstərmək üçündür. Hər tərəfli göstərirəm. İçini aça bilməsəm də. Yəni əldə edin, oxuyun əziz oxucular. Yararlanın sizlər də. Allah sizləri qorusun. Həmişə sağlam olaq, gümrah olaq, xoşbəxt olaq. Amin inşallah. Əməyi olan hər kəsə də təşəkkür bildirirəm. Belə bir kitabları yazmaq, yenə deyirəm, hər yazıçının hünəri deyil. Bu kitablar Milli Onkologiyada hazırlanmış Cəmil Əliyevin dəstəyi ilə Elçin Mansurov tərəfindən, Bilaloğlu tərəfindən qələmə alınmışdı. Var olsunlar, sağ olsunlar, yaxşı insanlarımızı Allah qorusun. Amin inşallah. Mən qısa çəkdim. İnşallah gün olar ki, gedərəm şəxsən özlərini çəkərəm. Mənə kitab bağışladıqları üçün də ürəkdən təşəkkür edirəm. Böyük-böyük təşəkkürlər edirəm. Allah qorusun hamısını.